Xoş gördük. Uşaqlıq yolunun iltihabı vaginit. Bu barədə çox danışmışıq. Yenə də danışaq. Uşaqlarda necə olur, böyüklərdə necə olur? Vaginitin 3 törədicisi var. Uşaqlıq yolunun iltihabının. Göbələk, Trichomonas, Gardnerella. Göbələk onsuz da orada yaşayır. Qız uşaqlarında da, böyüklərdə də. Uşaq əgər ifrazat var deyirsə, bunun %90 səbəbi təbii fizioloji selik olur. Ona görə dərmanları döşəməyə ehtiyac yoxdur. Hə, müayinə edib, yaxma götürüb, istisna etmək, təsdiq etmək olar. Uzaqbaşı bir göbələk əleyhinə preparat verib öhdəsindən gəlmək çox asandır. Sadəcə bir məsələni bir daha vurğulamaq istəyirəm ki, 10, 11, 12 yaşında qızlar məndə axıntıda artış var deyirsə, bu çox vaxt cinsi yetişkənlik dövrü ilə əlaqədar selliyin artmasıdır. Bundan çox vaxt narahat olmaq lazım deyil, amma narahatsızsa yenə də həkimə müraciət edin. Daha az yaşlı qızlarda, xüsusilə qanlı axıntı varsa, diqqətli olmaq lazımdır. Yad cisim ola bilər uşaqlarda bəzən, ona görə də müayinə həmişə yeri vardır. Böyüklərdə isə müayinə də asandır, diaqnostika da asandır, yaxma götürülə də bilər, götürülməyə də bilər. Baxmaqla axıntının xarakterinə, digər şikayətlərlə birlikdəliyinə görə diaqnoz qoyuruq, müalicə yazırıq. Hə, bizim problemimiz nədir? Diaqnoz qoyuruq, müalicə eləyirik, amma təkrarlayırıq. Xüsusilə hansılar göbələklər. Belə halda bu ayrı mövzudur, dəfələrlə danışmışıq. Bəzən məsələn Gardnerella müalicə edirik, qoxu şikayəti qalır. Sözümün canı odur ki, vulvovaginitlər həyati təhlükəsi olmasa da bizim xanımları çox narahat edən mövzudur. Danışdıqca bitməz. Bəlkə də bir tərəfdən ən az aktual, digər tərəfdən də ən aktual mövzudur. Bunun yolu odur ki, müraciət edəcəksiniz, müalicə eləyəcəyik. Bizə çox müraciət edənlər olur ki, getdim, illərdir müalicə olunuram, keçmir. Deyirsən, bu necə ola bilər ki? Baxırsan, müalicələrdə ya dərmanlar effektiv deyil, ya yazılma sxemi səhvdir. Ona görə də istəsəz gələrsiz, özümüz baxarıq. Hələlik sağ olun.